Əvəz etmə üsulu ilə həll etməyimizi istəyir. Deməli, burada nə edə bilərik? Birinci sistemdən y-i tapıb, ikinci sistemdə y-in yerinə yaza bilərik. Və yaxud da ikisinə, ikinci sistemdən x-i tapıb, birinci sistemdə x-in yerinə də yaza bilərik. Fərq yoxdur. Birinci sistemdən y-i tapıram. Y bərabərdir 10 çıxaq 2x. İkinci sistemdə y-in yerinə 10 çıxaq 2x yazdım. X üstə gələk 2 vuraq. 10 çıxaq 2x bərabərdir 8-ə. X plus mötərizəni vurub açırıq. 2-ni bir dəfə 10-a vururuq. 2-nin də işarəsi müsbət, 10-un da işarəsi müsbət olduğuna görə nəticə 20 eləyir. Müsbət 20. Çıxaq. 2-nin işarəsi müsbət. Buradakı mötərizənin içərisindəki 2-nin işarəsi mənfi olduğuna görə çıxaq 4x bərabərdir 8-ə. Buradan x ilə 4x bir yerdə eləyir mənfi 3x bərabərdir 8 çıxaq 20. 20 keçir sağ tərəfə. Burada alınır mənfi 3x bərabərdir 8-dən 20-sini çıxanda mənfi 12. X bərabərdir mənfi 12-ni mənfi 3-ə böləndə müsbət 4. İkisi də mənfi deyək. Yəni mənfi ədədləri bir-birinə böləndə nəticə müsbət eləyir. X-i 4 tapandan sonra istədiyimiz sistemdə, ya birinci sistemdə, ya ikinci sistemdə yerinə yazıb digən tapalım. Məsələn, burada elə mən yerinə yazıb y-i taparım. Y bərabərdir 10 çıxaq 2 vuraq, x-in yerinə 4 yazıram. 10 çıxaq 2 dəfə 4 8, ondan da 8-in sonunda qalır 2. X 4, y də 2 imiş. Bizdən x plus y cəmi 4 plus 2 bərabərdir 6 eləyir. Bax belə.